Bəli uşaqlar, Azərbaycanın ən çox qazandıran yarışması olan Milyonçuya xoş gəlibsiniz. Bu kanalımızın ilk belə bir videosudur. Əgər bəyənsəniz davamını gətirəcəm. Bu gün ilk qonağımız yanımızda Ramal Hüseynov var. Ramal, nə tərəfsən? Birini sən tanıyaq, sən kimsən? Salam, mən Ramal Hüseynov. Deməli, universitetdə adımsız oxumuşam. Özüm Masalda doğulmuşam. Bu gün nə qədər qazanmaq fikirləşirsən? Nə qədər qazanırsan? 100 manat, maksimum 100 manat. Nə verərsən. Nəsə başlayaq. Hazırsan? Pul demədi, nə əsas məsələ? 11-ci suala qədər 50 manata qədər qazana bilərsən. 12-ci sual isə 100 manat. Başlayırıq. Hazırsan? Hazır deyiləm. 12 sual var. İstəsən cavab verəsən. Baxır sənin sualları necə qoymağından da asılıdır. Amma mən elə gəlib 50 manatdan çıxarıq da. Görək də 11-dən sual cavab verməsən 50 manatdan çıxmaz. Və milyonçu başlayır. İlk sualımız gəldi. Harry Potter'ın bayquşunun adı nədir? A. Fawkes, B. Scabbers, C. Hedwig, D. Crookshanks. Bu sualda vaxt getməsin. Hedwig son cavabımdır, C variantı. Vaxtı o bir sualın üstünə əlavə edə bilərik. Və düzgün cavabdır. Bizdən 1 manat qazandı. Təbrik edirəm. Harry Potter'a mütləq bax. İlk baraj sualımız gəlir. Davam eləyək. Yox, biz heç söhbətdə eləmirik. Eləyəcək də. Hələ qabaqdadır. Qabaqdadır. Hələ saniyə sualları eləmək olmur. Adam həyəcanlanır, işinsə biraz gözlə də. İkinci sualımız gəlir. Abır istəsən çox demə ilə başlayan atalar sözü necə davam edir? Sağlıq istəsən çox yemə, hörmət istəsən çox gülmə, ruzi istəsən çox yatma, dost istəsən çox seçmə. Hamısı çox məntiqlidir variantları. Sözü də heç eşitməmişəm. Mən də heç kim eşitmirəm sözü. Qafiyəyə uyğunlaşdıra bilərsən. Qafiyəyə uyğunlaşdır. Abır istəsən çox demə. Jokerlərin var. A variantı. Jokerləri indi işlətmək istəmirəm. 1 manatdan ötürü joker işlətmək, yəni Düz idi. Bəxtin çəkdi. Orada sən nə şeyə uyğunlaşdı eləndə. Biraz Qafiyə. Tip verdim ancaq olsun. İlk suallarda heç nə olmaz. Futbol meydançasının aşağıdakılardan hansı cərmə meydançasının daxilində yerləşir? A. Orta dairə, B. Cərmə qövsü, C. Üçüncü qövsü, D. Altı pas. Cərmə qövsü, bir qəribə sözlər var ya. Aga, futbolla aid sualı çox fikirləşmək olmaz. Ona görə mən vaxt dayansın. 6 pas. Son qərarında. Bəli. Heç şübhə eləmirik. Ay, yansın da day. Təbrik edirəm. 3 vaat qazandım. Adam özündən şübhə edir. Üçüncü sualda uğurla davam edik və dördüncü sual gəlir. 1978-ci ildə çəkilmiş Qaynana filmində Cənnət xalanın oğlu Ayaz obrazını hansı aktyor canlandırıb? A. İlham Namiq Camal, B. Fuad Poladov, C. Tələt Rəhmanov, D. Ramiz Əzizbəyli. Necə bir dənə qadın adı var idi, onu rahat çıxardardıq da. Kişi adıdır. Kişidir yəni. Tələf Rəhmanov, Fuad Poladov, Ramiz Əzizbəyli. Burada məcburam. Çıxarda biləcəyin məsələn hansısa bu olmaz dediyin var məsələn. İlham Namiq Camal nəsə o deyil. Sən başqasından çıxartma şansın var. Heç nə əsaslanmır. Əllərlə eləyək bir dənə ikincisindən. Əminsən? Son qərarında. Mümkün deyil, tamam. Bax, İlham Namiq Camaldan Fuad Poladov. Son qərarım Fuad Poladov. İlham Namiq Camal ola bilməz. Yəni 3 dənə adı var, 3 nəfər idi bunlar. Görək elə düz çıxacaq. Təbrik edirəm. Yaxşı bu arada birini çıxartdın, elə çıxandan o qaldı, vaxtını çəkdirə həqiqətən. Orada keçsəydik. Qəşəng, bir dənə joker işlədibsən və 6-cı suala keçirik. Ən çətin bu sual oldu mənim üçün. İndi ən çətini görəcəksən. Qaynana İndi 4-cü sualdayıq və 3 sualdan sonra artıq baraj sualını keçəcəyik. Gördüyün kimi burada mükafatları görə 2 bilərsən. manatdır baraj. Barajın 2 manat. Şu an uduzsan 2 manatla gedirsən. İndi 5 manatın var. İstəsən çıxa bilərsən. Verim çıx. Yox, 5 manat lazım. Onda davam edirik. Getdik. Aşağıdakılardan hansının Kitab-ı Dədə Qorqud boylarında keçmir? A. Banu Çiçək, B. Bamsı Bəyrək, C. Bayındır xan, D. Bala xatun. Xatundur indi xatun. Bayındır, Banu Çiçək, Bala xatun. A-la D arasında qalmışam. Belə Beyrəkdir, Bayandırdır, yəni bunlar Dədə Qorqudun qoyduğu adlar oxşuyur. Ona bir şey deyim ki, bunlardan biri ər-arvaddır. Yəni Dədə Qorqudda var və ər-arvaddır. İkisi daha doğrusu. İndi Bala xatun, Banu Çiçək, Bala xatun. Bala hatun. Biraz Bala hatunla yəni heç kim evlənməz də. Yəni Bala hatun biraz pis çıxır da. Ona görə mən Bala hatun deyirəm. Son qərarında. Son qərarım. Risk aldın. Risk Bala aldın. hatun, yəni Bala zamaq şuşa balam deyir. Bu nə işləmir ha? Mən düzgün cavab verir. Təbrik edirəm. Bizdə 7 manat qazandın. Yaxşı edirsən. Bala hatun. Stres var üstündə. Ay, bu balaşqanı tapandan görək. Görək də, görəklər Ramal nə qədər istifadə edə biləcək. Ramalın bu dəqiqə 3 dənə joker haqqı var. İzləyici, telefon və sual dəyişmə haqqı. Ay, yaxşıdır. Nə qədər sualımız qaldı? 5-ci sualda hələ 7 dənə sualımız var. Uydu. Hoqqa bundan sonra yəni. Hələ bundan sonra var. Getdik, davam edirik. Səsli sual.
Dinlədiyiniz FNF Sansür parçası də qoy bir səsə. Dinlədiyiniz FNF parçası Beethovenin hansı əsərinin 3-cü hissəsindən ilhamlanıb? A. Für Elise, B. Moonlight Sonata, C. Symphony No 5, D. Symphony No 9. Bir də burada məntiq Beethovenin simfoniyaları yoxdur. Ancaq simfoniya 5-dən 9 çıxardır. Moonlight Sonata B variantı son qərarı. Bildiyim tək. Ümumiyyətlə eşitibsən, bu mahnını eşitibsən, ümumiyyətlə tanış gəlir. FNF-in mahnısını eşitməmişəm, Mozart'ı. Ümumiyyətlə Mozartdan. Mozart dedin sən? Mozart yox, Beethoven. Beynim söz çaşdırdı. Musiqini eşitmişdin ümumiyyətlə. Moonlight eşitmişəm, prosta FNF yox. Yox, FNF-lə zaten əlaqəsi yoxdur. Sadəcə musiqi odur, ritm odur. Hə. Ondan ilhamlanır. Moonlight eşit qulaq asıram mən. Hətta bilirsənsə, bildiyin sual olması yaxşı bir şeydir. Davam edirik və bu baraj sualıdır. Artıq bu gələn baraj sualıdır. 15 manat dəyərindəki baraj sualıdır. Bu dəqiqə 10 manatdasan. İstəsən verim çıx. 15 manatı? Yəni bu 10 manat. 15 deyilsən, 10 manat. Hara çıxıram? Onda davam edirik. 2021-ci ildə nəşr olunan Azərbaycan dilinin orfoqrafiya lüğətinin 7-ci nəşrində təxminən neçə min söz yer aldığı göstərilir? A. 50 min, B. 65 min, C. 90 min, D. 120 min. Və bizim 45 saniyəmiz başlar. Ümumiyyətlə nəşr eləyənlərin yadında qalmıyor ki, nə qədər söz var idi orada. Belə məlumat həqiqətən var. Araşdırmışam. 120 min az söz var səndə bilmirsən. Azərbaycan lüğəti. 120 min çox. 50 min də azdır. Ortalarda biraz da yerlərdə lazımdır. 65 min, 90 min. O vaxtda bizdə var idi əslində lüğət. Orada belə 50-60 min yaxın söz var idi 2013-cü ildə. 50-60 min, 2013. İndi yəqin ki 63 min olmaz da. İldə gündə bir dənə söz. 10 saniyən qaldı. 90 min olsun. Son qərarında. Son qərarım 90 min. Risk aldın ya. Bu jokerlərin var, prosta istifadə edirsən, mən bilmirəm niyə. Çətin günləri salmış. Özüm qalmayacam. Bundan sonra sürət sıxıntısı yoxdur. Əgər düz çıxsa və düz çıxır. 15 manatı garantilədim, təbrik edirəm. Bundan sonra artıq Çətin günlər. nə mən varam, nə ata var. Cüt cavab haqqın gəldi. 7-ci suala çatdığımıza görə. Artıq bundan sonra sürə sıxıntısı yoxdur. İstədiyin qədər fikirləşə bilərsən, istədiyin qədər söhbət edə bilərsən. Davam edirik. 8-ci sual gəlir. Sürə adam çox görür, lan tutalım. Həcmən. Rəsmi statistik məlumata görə Azərbaycanda neçə kənd var? A. 4124, B. 4244, C. 4364, D. 4484. Bu tamam mümkün deyil, axı rəqəmlər çox yaxındır. Yəni daş belə məntiq yürüsək, Azərbaycanda 60 dənə rayon var. Mənlə içimdən keçən 4100-200 olmaz. 4484 demək istəyirəm. Sadəcə çox burada risk almayacağam. İzləyicilər. İzləyici. Son qərarında. Hə, 4484 olmalı, please. Son qərarında. Son qərar. İzləyicilər var. Bunu bilən izləyicilər var. Görə izləyicilərimiz nə deyəcək? İzləyicilərimiz keçən çox qərarsız. İzləyicilərimiz 70%-dən B variantını deyiblər. 16%-dən də D variantını deyiblər. İzləyicilərimiz 4244 variantı B variantını deyiblər. 4244 olsun son qərarım. Görə elə izləyicilər səni yanıldacaqmı? Bu arada bəzən izləyicilər yanıla bilirlər. Həmişə düz demir izləyicilər. Bilirsiniz ki, özünüzdə. Bizim bəxtimiz Və düzdür. 20 manatı cüqqaladın. Sıradakı sual 30 manat dəyərindədir. Bundan sonra ancaq götürüb çıxmaq var da, elə. Götürüb çıxa bilərsən, bəli. Bundan sonra götürüb çıxa bilərsən. Götürməsəm 15 manatın. Hə, bunlara səhv cavab versən düşürsən 15 manata. Sıradakı sual hazırsan? Yaxşı. Getdik. Atlantik okeanda yerləşən və sərhədləri quru sahilləri ilə deyil, onu əhatə edən okean axınları ilə müəyyən olunan dəniz hansıdır? A. Karib dənizi, B. Sargasso dənizi, C. Bering dənizi, D. Ərəbistan dənizi. Ərəbistan dənizi adından bilinir ki, yəni Ərəbistandır da, yəni bu ola bilməz. Karib Beringdə. Beringi eşitməmişəm. Mən necə A ya da B. Bering ümumiyyətlə hansı ölkədir? Məntiq yürüdü, məsələn, hansılarını çıxarda bilirsən, eləyə bilirsən. Ərəbistan çox rahat eləyirəm. Yaxşı. Ərəbistan nazı desən Ərəbistan quru var da, yəni. Ümumiyyətlə sualı başa düşdün? Okeanın ortasında dəniz var. Ay sual. Okean ortasında dəniz var, quru ilə sərhəd deyil dəniz. Məsələn, Qara dənizdə quru var, Türkiyə var, Rusiya var. Bu isə ortadadır. Karib dənizi, Karayib korsanlar zətlər var. Onlar yəqin Bering dənizi də ağlıma gəlmir. Bering dənizi. Sargoza ola bilər bəlkə.
Hayda. Jokerlərimiz var, telefon var, cüt cavab Ay, haqqın Joker var, işlədir. sual dəyiş var. Bu sualda risk almaq istəyirəm. Ərəbistanla Karayak quldurlar getsin. Qalsın Sarkozy ilə Bering. Bering dənizi. Bering dənizi tanış deyil. Əgər ikisini, balacadır. əgər ikisini ağlına eləyibsənsə, məncə cüt cavabı istifadə edəməzsən. Məncə Sarkozy dənizi, B variant. Jokerin var, istəyən istifadə edə bilirsən, istəyən vura da bilərik. Jokerlərim, neçə sualım qaldı bundan sonra? 9 sualsan və 3 dənə sualın qaldı. 3 dənə də jokerin var. Yəni Qalsın. birin özün bilsən əgər, o bilən şeylər verəsən. Amma sual dəyişdən kazıq sual da gəlir. Bəlli olmaz. Sual dəyişində nə qədər yaxşı bir joker. Bu əslində çox çətin sual deyil, yəni. Mənim qədər cavab verəcəksən. Variant çıxartmaq olur. Sarkozy dənizi olsun da. Son qərarında. Sargassoyum şey, üzr istəyirəm, altı. Son qərarında. Son qərarım. Bering dənizi Çindədir. Çində, görsən deyilmi? Çişli dedin sən. Çişli Çindədir. Hə. Ərəbistan dənizi zaten Ərəbistan. Karib dənizi Karib yaradır. mən də bilmirəm. Və düzgün. Karib porsanları da var. Yəqin o Portuqaliyadır. Ola bilər. 30 manatı cüq qaldın. Təbrik edirəm səni. Jokersiz buradan ayrılmaq həqiqətən yaxşı oldu. İndi hər sual üçün bir dənə jokerim var həqiqətən. Sərdən ondan sonra 15 manat qazanmışdın. Bir 30 dənə. manat oldu indi. Davam edirik. Bu onun üstünə gəlir, yoxsa Yox, ümumi 30 manat? Ümumi. Davam edirik. Bəqərə surəsində İsrail oğullarının Həzrəti Musadan Rəbbinə dua edib istədikləri nemətlər arasında aşağıdakılardan hansı yoxdur? A. Mərcimək, B. Soğan, C. Noxud, D. Sarımsaq. Ayda. Quran oxuyubsan deyə bilirəm. Bəlkə oxumuşam mən Quranı, sadəcə bundan Yadına 7 il. Heç yadında qalmayıb yəni. Mərcimək istəyərsən, noxudu, soğan, sarımsaq, Bəqərə surəsi, İsrail oğullarının Musadan Rəbbinə dua edib istədikləri hansı yoxdur? Soğan ya da sarımsaq olur. Mərcimək 100% deyirlər. Mərcimək yəni Niyə mərcimək deyirsən? Çox doyumsuz bir şeydir deyə. Çox tanış şeydir. Soğan da deyilik məncə. Mərciməklə soğan 100% deyilik. Sarımsaq mən burada şey gəlir. Əgər 2 dənə variantı beynində eləyibsənsə, cüt cavab haqqın var. Çift cavab olsun ha, yaxşı. İstifadə etmək istəyirsən? İstəyirəm. Son qərarında. Son qərarımdır. Sarımsaq. İzləyicimiz cüt cavab haqqın istifadə eləmək Mən izləyici deyirəm, iştirakçıyam. Bəli. İlk cavabı alaq. Sarımsaq. Son qərarında. Son qərarım. Sarımsaq nə edirsən? Bir şeylər. Soğan, sarımsaq. Bu niyə yanmır? Ay, lənət olsun, istəmək gələcək. Sarımsaq istəyirlər. Bir haqqın var. Soğan da istəyirlər. Noxud qalır bir dənə. Noxud, mərcimək, soğan. Sarımsaq deyibsən. Çox yaxşı bir məntiqlə getdin bu arada. Həmin məntiqin üzərindən getsən bəlkə tapa bilərsən mənim üçün. Nə məntiqlə getmişəm? Dedi düzgün. Mən tutdum o məntiqi. Mərcimək doyumludur dedik. Noxud da doyumludur. Bir dənə soğan qalır orada. Soğan daha çox yeməkdə işlənir. Sarımsaq istəyib soğan istəmək. Heç sarımsaqdan xəbərləri yoxmuş. Soğan olsun. Mərciməklə noxudu yəni bilirsə istəyər də. İsrail oğulları da qəribə olur. 2 dənə jokerim var bu arada. Hələ də. Joker bir də istifadə edelim. Mərcimək 100% yer qalır, bizə C ilə B. Noxud da ki, zor şeydir noxud. B variantı son qərar. Ay bir də burada tutsanız jokerlərlə heç bir şey istifadə etmədən tutmuşlar. Soğan, onlar soğan. Biz yarı yolda qoyun. Noxud da ola bilməz axı. Noxud yəni. O qədər jokerim var idi. Ev aparmayacaqdım ki jokeri. Və dedi o qədər dedim ki jokeri işlətdə. Dedim növbəti suallarda işlədərik. Soğan, yəni o qədər məşhur bir tərəvəzdir də, yəni necə olsun ki o istifadə olmasın. Sarımsaqla noxud arasında qalmışdın, amma getdin soğan dedin. Yəni məntiqsizliyə var bir dənə. Ay, çox yanıldır. Adam diqqəti yayınır. Risk almağa ehtiyac yox. Nəsə mən yenə yaxşı gəldi mən. Sən 15 manatdan uğurlayırıq. Təbrik edirəm. Gələcək yarışmalarda inşallah daha yaxşı performans göstərərsən. Video bu qədər idi. Zaman performansı necə idi? Sevdinizmi? Oyun yorumlar qismində yazmağı unutmayın. Mən sözüm nə aldım? Gözlə. Daha çox üçün like atmağı unutmayın. Nə fikirsən bu haqqda? Məncə suallar həqiqətən çətin idi. Yəni orada biraz bəxtəxuda da bura gəlib çıxmış ola bilərəm. 2-3 sualı rahat yəni dəqiq bilmədən cavablamışam da. Yəni
Ona görə məncə sualları biraz sadələşdirsə, yarışmalar gələcək iştirakçılar üçün daha yaxşı olur. Amma əslinə baxanda, mükafatlara buradan girib baxanda 10-cu suala qədər gəlmisən. Plus da ki 2 dənə də jokerim var idi. Plus o 2 dənə joker oradan baxır ki, deyir ki, mən niyə iş istifadə etməliyim? Əslində çətin deyildi. Sual dəyişsəm, yəni başqa bir betər sual da çəkə bilərəm. Ən az burada mərcəməyə zad çıxartmışdım. Bilmirsənsə əgər dəyişməliydin mənim fikrimdə. Yəni da ki, dəyişib jokeri istifadə etməliydin. Elə də ola bilər. O birini deyəsən bilərdim. Bilmə ehtimalı vardı bəlkə də, bilmirəm. Getdikcə suallar daha Çünki 7 ilə 1 arasında fərqli dəyişəndə sual gəlir. 7 ilə 10 arasında dəyişəndə fərqli sual gəlir. Özdə dəyişmə haqqın son burdaydı. 10 sualdan yuxarı dəyişənmirsən sualları. bunu indi deyənlər. Onu başda demişdim bu arada. Ayı. Başda demişdim. Sana burada 15 manatla uğurlayırıq. 40 manatdan 15 manat. 25 kazık kimi. Dişinin dala. Nəysə uşaqlar, daha çox bu tipdə videolar üçün bir dənə like atmağı unutmayın. 3000 like gəlsə əgər bura fərqli insanlar gətirə bilərəm. Gələcək videoda görüşmək üzrə. Sağ olun. Sağ olun.